Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər 2022-ci ildə blok imtahanına düşmüş trigonometrik təhlillərə aid belə bir sualın izahına baxacaq. Gəlin baxaq sualın izahına. Demək, bizə verilən ifadənin hər tərəfini kosinus kvadratı x-ə bölsək, alınacaq onda 3 tangens kvadratı x çıxılsın tangens x bərabərdir 2. Və buradan 3 tangens kvadratı x çıx tangens x çıx 2 bərabərdir 0 almış olur. Tangens x-ə bir t əvəzləməsi desək, onda bu ifadə olur t-nin kvadratı. Yəni ifadəmiz olacaq onda 3t kvadratı çıxılsın t çıx 2 bərabərdir 0 almış olur. Diskriminant əldə etsək d bərabərdir 1 üstə gəlsin 4 3 və 2 vursaq 24 bərabərdir 25. Onda T1'miz bərabərdir 1 üstə gəlinsin 5 bölünsün 2 hamıza görə 6 bu elədir 1. T2'miz də bərabərdir 1 çıx 5 bölünsün 6 bu da bərabərdir mənfi 2 bölünsün 3. İndi biz tangens x-a t dediyimizə görə bir dəfə 1'ə bərabərləyəcək. Bir dəfə də tangens x-imiz bərabərdir mənfi 2 bölünsün 3'ə. Və buradan həll etsək x bərabərdir alınır pi böl 4 üstə gəl pi k. Bir həllimiz budur. X bərabərdir bunu həll etsək. Bu da mənfi arktangens 3'də 2 üstə gəlinsin pi k olmuş olur. Digər həllimiz də bu alınmış olur. Və bizə də pi böl 4 üstə gəl pi k ilə mənfi arktangens 3'də 2 plus pi k yəni y variantı olmuş olur cavabımız. Diqqətinizə görə təşəkkür edirəm şahirdlər. Belə bir videoların davamının gəlməsi üçün kanalımızı bəyənib abunə olmağı unutmayın.